Məşqçinin idmançıya qarşı emosional yanaşması sizcə düzgündürmü? Baxır nə zaman. Baxın, bu gün əgər qalib olan idman, mən bu gün ümumiyyətlə özün də bilirsən, mən dəfələrlə yığmada mən söz demişəm. Uduzan idmançını daha çox əzizləyirəm. Sən udan idmançı. Çünki uduzan idmançı bir zərbə uduzmağına görə alır. Məyus olur. Bir zərbədə müəllim gəlib bunu kürsüdə ki, niyə uduzdun? Məsələn, bu gün belə pis çıxmasa, udanda yaxşısan, uduzanda pis. Yəni bu səbəb mənim üçün yaddır. Mən ümumiyyətlə uduzan idmançı, amma baxır necə uduzan idmançı. Yəni emosiya deyirsiniz, hə, məndə də olur emosiyalar. Hansı idmançı ki, yəni baxıram, məğlub ola 70%, 60% qalib olduğu idmançıya hansısa bir səbəbdən uduzur. Hə, o idmançını bağışlamır. Hətta idmançı olub, indi adını çəkmək istəmirəm. Deyir ki, müəllim, siz mənə vətən xainidinizə bir dəfə. Deyirəm ki, niyə? Deyir ki, döyüşü uda məsələn, uduzdum, şey olur. Deyirəm ki, olar məndə o cümlələr olar. Baxır idmançıya. O idmançı da var gücü ilə döyüşür. Baxıb görürəm ki, rəqib həqiqətən bundan istəyir taktik, istəyir texnik cəhətdən qalib oldu da. Bu uduzdu və məyus oldu. O idmançı heç vaxt mən aşağılamıram. Əzizləyirəm, onu qucaqlayıram demək, yox, gələn dəfə yaxşı olar. Amma olur. Yəni deyirəm, bizim yaxşı tələbələrimizdən biridir. Yəni adını çəkməyəcəm. Özü eşidən kimi biləcək kimdən gedir söhbət. Uduzmuşdur dünya çempionatında. İnanın mən yadımdan çıxıb. Mənə deyir ki, müəllim, neçə keçəndən sonra mən yığır ki, mənim yadınızdadır. Bir dəfə mən vətən xainidiniz, uduzdum vətən. Dedim, necə uduzdun? Belə dedim, görürsən? Yəni o da bizim sevimli tələbələrimіздəndir, amma istəmirəm adını çəkim, deyirəm, bəlkə adını çəkərəm, sonra narazılıq eləyər. Böyük kişidir.